İştirakçılar, bugün sosial medyanın xarakterimizi necə formalaşdırması və bundan daha çox şəxsi brendinqin nə qədər vacib olması və şəxsi brendinq prosesini sosial mediada necə həyata keçirməyimiz haqqında danışırıq. Qonağımız məzmun və şəxsi brendinq üzrə mütəxəssis Teybə Səfərovadır. Xoş gəlmisiniz. Xoş gördüm. Təşəkkür edirəm. Biz də təşəkkür edirik iştirakınız üçün. Gəlin elə mövzunun ən əsas və ən vacib sualından başlayaq. Şəxsi brendimizi yaratmaq üçün mütləq sosial mediada olmalıyıq. Əslində burada biz hal-hazırda mövcud olan imkanlarımıza baxmalıyıq. Yəni biz güvəniriksə, biz sosial mediada olmadan da öz çevrəmizlə, öz qurduğumuz networkinglə yaxşı imkanlar tapa biləcəyik, özümüz üçün yaxşı şəraitlər yarada biləcəyik. Bu zaman sosial media nə zaman ki ehtiyacımız və yaxud da ki istəyimiz olar, bu zaman sosial media bizim üçün sadəcə güclü bir dəstəkçi olar. Yəni bizim artıq gücümüz var, o bizim gücümüzə güc qatar. Amma biz biliriksə ki, bizim güclü networkingimiz yoxdur və biz öz imkanlarımızı özümüz yaratmalıyıq. Bu zaman artıq bizim öhdəliyimizə düşür ki, biz özümüz sosial mediada görünən olaq və özümüzə bir şəxsi brendinq quraq və biz imkanları özümüz üçün yaradaq. Yəni burada əsas cavab odur ki, bizim hal-hazırda imkanlarımız nədir? Biz imkanlarımıza baxıb buna əsasən təyin etməliyik ki, biz sosial mediada olmağımız vacibdirmi, yoxsa istəyimizə mi bağlıdır? Yəni hər halda hələ də deyə bilirik ki, şəxsi brendinq yaratmaq üçün sosial mediada olmaq seçimdir. Bəli. Networking və sair şəbəkələşmə öz yerində, amma auditoriyaya çıxmaq, əgər biz şəxsi brendinq yaradırıqsa, bəzən də məhsul satırıq. Yəni ümumiyyətlə necə kateqoriyalaşdırardınız? Hansı mənada şəxsi brendinq yaradırsansa mütləq sosial mediada olmalısan? Tutaq ki, məsələn, sən ifaçısansa bəlkə olmamalısan, müəllimsənsə olmamalısan. Bu necə kateqoriyalaşır? Əslində günümüzdə bunu bölmədən, yəni bir elmi kommunikasiya aparan insan belə baxmayaraq ki, onların məzmunları çətindir. Onlar belə sosial mediada ola bilərlər. Dediyim kimi, sosial media bizim hal-hazırda gücümüzdür. Yəni bu başda dediyim kimi hər şey bir seçimdir. Biz baxmalıyıq şərtlərimiz və imkanlarımıza. Amma bizi sahəmizə bölmədən biz istənilən sahədə sosial mediada ola bilərik. Sadəcə məzmun strategiyamız doğru olmalıdır. Hədəfimiz müəyyən qədər net olmalıdır ki, biz nəyə getmək istəyirik və əldə etmək istədiyimiz şey nədir? Sizin dediyiniz kimi bu müştəri qazanmaq da ola bilər, sadəcə tanınırlıq da ola bilər. Məsəl üçün elə sizin misal çəkdiyiniz musiqiçi örnəyi, bəlkə də o öz imkanlarından bir kafedə, bir restoranda məşğullaşmağı daha çətin olar ki, sosial mediada onu bir risk məşhur eləyə bilər. Bu belə güclü bir platformalardır. Gəlin elə məzmun strategiyasından danışaq. Bacarıqlı olmaq 100% vacibdir. Hətta ən birinci şərtdir. Əgər nəsə bir məhsul, məzmun yaxud özünü təqdim edirsənsə, amma özünü təqdim etmə də çox vacibdir. Çünki çox asanlıqla sosial mediada səhv başa düşülə bilərsən, cringe görünə bilərsən. Bu mənada nələr təklif edərdiniz? Bunu hardasa sosial mediada doğru imic formalaşdırmaq kimi də adlandıra bilərik. Əslində bu mənim biraz yaralı yerimdir. Niyə? Çünki insanlar elə düşünür ki, sosial mediada imic yaratmaqdan ötürü biz özümüzün xaricində birisi olmalıyıq. Halbuki sosial mediada peşəkar imic formalaşdırmaq biraz da özümüz olmaqdır. Çünki əgər biz sosial mediada uzun müddətli olmaq istəyiriksə, nə qədər özümüzüksə, bu proses bizə o qədər zövq verəcək. Çünki biz özümüz kimi davranmayanda bir müddətdən sonra məzmun yaratmaq istəməyəcəyik. Buna səbəb odur ki, biz özümüzü çox gizlədirik, olmadığımız birisi kimi davranırıq və biz məzmun yaratmaqdan yox, rol oynamaqdan yorulacağıq. Hal-hazırda şirkətlərin kommunikasiyasına baxsanız, şirkətlər nəyi aşılayırlar bizə? Biz robotlar deyilik, biz insanlarıq, səmimi bir mühitimiz var. Bizim enerjimizə, bizim ab-havamıza uyğunlaşan insanlarla çalışmaq istəyirik. Amma burada insanlar niyəsə bunu qarışdırır ki, mən mütləq şəkildə peşəkar və ciddi bir imaj formalaşdırmalıyım. Yox, biz özümüz əslində hər birimiz necə bir fərdik, bunu sosial mediada əks elətdirməliyik. Və bu peşəkarlığın səmimiyyətlə heç bir əlaqəsi yoxdur əslində. Çünki kifayət qədər mən peşəkar insanları tanıyıram ki, onlar çox səmimidirlər və işlərində də çox yaxşıdırlar. Sosial mediada autentik olmaq həmişə mümkündür. Sosial mediada nə qədər ki özünüzsüz, bu sizin yolunuzu uzadır. Nə qədər ki rol oynayırsınız, bu sizin yolunuzu qısaldır. Ona görə də səmimi deyəndə bayağılıqdan söhbət getmir. Çünki biz səmimi halımızla, xoş halımızla, insan halımızla, yəni özümüzü qısıtlamadığımız halımızla zaten kifayət qədər xoşa gələn imic yaradırıq. İnsanlar da bizi izləyəndə özlərindən bir parça görürlər və bağ qururlar. Ona görə də özümüz kimi olmaq, səmimi olmaq məncə mütləqdir və şərtdir.
Aha. Sosial mediada asanlıqla populyarlaşa biləcəyimiz müəyyən, yəni yarada biləcəyimiz məzmunlar var, amma bir də yaratmaq istədiklərimiz var. Məsələn, X bir şəxs bilir ki, o mədəniyyət sahəsində kifayət qədər məlumatlıdır və onun bu mövzuda danışmağa haqqı var. Amma asanlıqla populyarlaşmaq olmur. Sırf bu tip izləyici auditoriyası daha az olan məzmun yaradarkən uğurlu olmaq üçün nə etmək lazımdır? Əslində mən sizə deyim ki, niş bir kütlənizin olmağı hər zaman daha yaxşıdır. Çünki deyir ya, sosial mediada məşhurlaşmaq çətindir. Əslində çətin deyil. Bayaq dediyim kimi bir video belə bizi məşhur eləyə bilər. Amma bizim hal-hazırda sosial mediada gördüyümüz viral məzmunlar var. O viral məzmunlar baxanda uzun müddətli deyil. Çünki o gərək bu PR-ı üzərində o qədər işləsin ki, hal-hazırda viral olduğu bir video ilə uzun müddətli bir hədəfə gedib çıxa bilsin. Ona görə də bizim başdan hədəf qurmağımız lazımdır ki, bu hədəf bizi hara aparır, bizim məqsədimiz nədir? Yoxsa biz random bir video ilə də məşhur ola bilərik. Amma biz niş kütləni yığıb axıcı bir məzmun strategiyasından getsək, az da getsək yaxşı gedəcəyik və sata biləcəyik və necə deyim, o istədiyimiz imajı da formalaşdıra biləcəyik. Bəs sizcə platformalar üzrə bu brendləşmə necə dəyişir? TikTokda necə davranım, Instagramda, Facebookda və hər birinin də öz kütləsi var. Hamısı da mənə əslində uyğun deyil. Instagramda məni sevən insan Facebookda asanlıqla söyə bilər. Hər birinə necə uyğunlaşım, həm də uyğunlaşmayım özüm olum. Əslində burada yenə də baxmalı olduğumuz yer bizim hədəfimizdir. Bilirsiniz niyə? Çünki biz baxmalıyıq ki, bizim hədəf kütləmiz daha çox hardadır. TikTokun kütləsi çox fərqlidir, Instagramınki çox fərqlidir, LinkedIn-də çox fərqlidir, Facebookda çox fərqlidir və yaş kateqoriyaları artıq çox fərqlidir. Ona görə burada elə baxmalı olduğumuz bizim yenə də bizim hədəf kütləmiz kimdir və bizim məqsədimiz kimdir? Ona uyğun artıq bunu nizamlamaq məncə mümkündür. Tövsiyələriniz nələr olardı? Sırf ilk başda bir brend yaratmaq istəyən gəncə. Tövsiyələrim o olardı ki, bayaq dediyim kimi qorxmasınlar özləri olmaqdan. Çünki əslində bizi ən dəyərli eləyən elə bizə xas olan xüsusiyyətlərimizdir və həmişə fərq yaratmağa çalışırıq. Əslində bu fərqlilik bizim öz işimizdə var. Nə qədər ki özünüz ola biləcəksiniz, o qədər fərqli imaj yaradacaqsınız və qorxmasınlar üzdə olmaqdan. Çünki bayaq dediyim kimi, əgər imkanları yoxdursa, ətraflarında güclü networkinglər də yoxdursa, sosial media onların çox güclü silahıdır və bu imkanları özləri üçün yarada bilərlər. Tövsiyəm odur ki, özləri olmaqdan qorxmasınlar, planlı getsinlər. Yəni axışı qoruya bilməklərindən ötürü məzmun strategiyası qurmaq və planlı getmək çox vacibdir və necə deyim, hədəflərinə baxsınlar. Hədəf, məqsəd və axış bu çox vacibdir. Aha, çox sağ olun. Təşəkkür edirik. Mən təşəkkür edirəm. Əgər 5 il bundan əvvəl olsaydı, bəlkə də hamımız razılaşardıq ki, sosial mediada ən az görünən insanlar müəllimlərdir. Bu gün qətiyyən belə deyil. Görəsən bir müəllim öz şəxsi brendinqini sosial mediada necə həyata keçirə bilər? Bugün insanları tanıdan artıq təkcə peşələri deyil, onları fərqləndirən necə göründükləri, necə danışdıqları və nəyi təmsil elədikləridir. Buna şəxsi brendinq deyilir. Müsahibimiz isə bu anlayışı uğurla reallaşdıran şəxslərdən biridir. Onun peşəsi tarix müəllimi olsa da, öz hekayəsində şəxsi brendə xüsusi yer ayırıb. Buna görə də biz bugün onun nə öyrətdiyini yox, özünü necə mövqeləndirdiyini öyrənməyə çalışırıq. Uğurlu şəxsi brendinq yaratmaq üçün ən çətin addım hansı olub sizin təcrübənizdə? Mən düşünürəm ki, bu istiqamətdə ən çətin addım birincisi elə başlamağa qərar verməkdir. Çünki bu sonrakı proseslərin davamını gətirəcək, amma əsas başlamaq. Başlamaq da o halda ki, biz düşünsək ki, əgər hər şey mükəmməl şəkildə olsun, ondan sonra başlayaq, o zaman heç bir zaman başlaya bilməyəcəyik. Birinci təbii ki, başlamaq. İkincisi isə brendi yaradanda çalışmaq ki, insan özünü tanısın. Əgər özünü tanıyırsansa, yaratdığın brend uğurlu olacaq. Çünki sən o brenddə özün kimi olacaqsan və özünü təqdim eləyəcəksən. İzləyicilər, yəni müşahidə edən tərəfdən şəxsi brend bəzən süni qarşılana bilər. Bu bəlkə də bəzən artıq özünü təqdim edən insanın ötürdüyü təəssüratla bağlı olur. Bəs siz burada qızıl ortanı tutmağı necə bacarmısınız? Burada çalışmalıyıq ki, özümüz olaq.
Yəni ola bilər ki, biz hər hansısa bir brendə başlayanda, öz brendimizi təqdim eləyəndə kimlərdənsə nümunə götürürük və onu öz üzərimizdə tətbiq eləməyə başlayırıq. Amma zaman keçdikcə artıq o nümunədən uzaqlaşırıq və özümüzü gizlədə bilmirik, özümüzün əsl simamız çıxır üzə. Və bunda da istər-istəməz o sirlilik hiss olunur ki, əvvəl bu insan necə idi brendində, indi zaman keçdikcə hansı hala gəlir. Bir də ən önəmli məsələlərdən biri hər şeyi paylaşmamaqdır. Yəni qızıl ortanı tutmaq üçün hər şeyi paylaşmağa ehtiyac yoxdur. Əsas kütləyə lazım olan brendi təqdim etmək üçün keyfiyyətli məhsulları təqdim edirik və kütlə onu alır və bu təqdimatda da hər zaman mütləq və mütləq özümüz kimi oluruq. Yəni mən YouTube kanalında dərslərə başlayanda öz dərs keçdiyim sinifdə hansı dərsi keçirdimsə, eyni dərsi də çəkib YouTube-da paylaşırdım. Yəni fərqi yox idi mənim üçün orada kamera var, yoxsa yoxdur. Kamera sönürdü, bizim dərsimiz yenə olduğu kimi davam edirdi. İndi də eyni bu formada davam edir. Şəxsi brendiniz zamanla dəyişibmi? Əgər dəyişibsə bu zərurətdən yaranıb yoxsa bu sizin inkişafınız deməkdir? Təbii ki, dəyişir. Yəni burada bunlar bir-birini əvəz edirlər. Həm inkişafdandır, həm də zərurətdəndir. Çünki 5 ildə artıq bu brend mövcuddur və hər il yeni bir trend çıxır. Və o trendə mütləq şəkildə ki, biz ayaqlaşmalıyıq, uyğunlaşmalıyıq, amma onu həm də öz brendimizə uyğunlaşdırmalıyıq və biz özümüz hər gün eyni olmadığımız kimi, hər il eyni olmadığımız kimi, dəyişdiyimiz kimi bu bizim brenddə də öz sözünü göstərir, öz təəssüratını göstərir. Peşəkar biliyi şəxsi brendi gücləndirir bu öz yerində. Bəs artıq demək olarmı ki, indiki dünyamızda bu biliyi necə təqdim eləməyimiz bu biliyin olub-olmamağından daha üstündür? Doğrudur, əslində razıyam təqdimat məsələsi ilə. Sadəcə ataların bir məsəli var. Deyirlər ki, insanı görünüşünə görə qarşılayarlar, ağlına görə isə yola salırlar. İndiki dövrdə təqdimatlar da elədir. Biz ola bilər ki, çox gözəl bir təqdimat eləyək, amma o təqdimatın altı boşdursa, yəni biz onu bilik hissəsi ilə doldurmuruqsa, axır əvvəl bu izləyici tərəfindən fərq ediləcək və fərq edildikdən sonra bizim brendimizə mənfi təsir göstərəcək. Yəni ilk təqdimatla başlanılır, amma müəyyən bir müddətdən sonra o təqdimatın altı mütləq şəkildə bilik hissəsi ilə doldurulmalıdır deyə düşünürəm. Elə ixtisasınızdan yola çıxmaq istəyirəm son sualım üçün. Tarixdə bizə hansı öz nüfuzu və mövqeyi ilə seçilən bir güclü şəxsiyyətin adını çəkə bilərsiniz ki, həmin adam hazırki dövrdə güclü şəxsi brendinqə sahib olmuş biri hesab olunsun? Tarix o qədər geniş bir aspektə əhatə edir ki, yəni hər dövrə müxtəlif şəxsləri qeyd eləmək olar ki, bu insanlar öz dövrlərinə görə uğurlu insanlar olub. Amma yaxın günlərdə elə bizim keçdiyimiz dərslərdə Əlmərdan bəy Topçubaşov, mən onun adını qeyd eləmək istəyirəm. Çünki dövrünə görə Azərbaycanı demək olar ki, lazım olan bir çox yerdə təmsil edib. Həm hüquqşünas olub, həm Rusiya dövlət dumalarında iştirak edib, həm Ümumrusiya müsəlmanlarının qurultaylarında görmüşük. Daha sonra öz qəzeti nəşr olunub, partiyalarda iştirak eləyib və ən son o inkişaf Azərbaycan Xalq Cümhuriyyətində parlamentin sədri və Xalq Cümhuriyyətinin Paris nümayəndə heyətinin rəhbəri vəzifəsində Fransada bizi layiqincə təmsil edib. Bugün bilik yalnız bilmək deyil, onu ötürə bilmək bacarığıdır. Şəxsi brendi isə səs-küy yaratmaq yox, yadda qalmaqdır. Bəlkə də tarix dərsinin ən müasir mövzusu elə budur. Qonağımız Bakı Musiqi Akademiyasının tələbəsi Şöhrət İsmayılovdur. Şöhrət, xoş gəlmisiniz. Çox sağ olun. İfanız üçün də təşəkkür edirik. Həqiqətən çox gözəl səsləndirmisiniz. Çox sağ olun. Və gəlin sizin musiqiçilik yolunuzdan danışaq. Bizim mövzumuz ümumiyyətlə şəxsi brendinq haqqındadır. Özünü təqdim etmə, tanıtma və populyar olmağı bacarmaq. Siz də hələ ki tələbəsiz, yəqin ki yeni bəşləyirsiniz əslində ifaçılıq fəaliyyətinizə. Növbəti illərdə öz şəxsi brendinqinizi necə aparmağı düşünürsüz? Necə özünüzü populyarlaşdıracaqsınız? Bəli, təbii ki, təzə başlamışam və hal-hazırda sadəcə çalışdığım bir çox konsertlərdə iştirak eləməkdir və bunları da bacardığım qədər sosial mediada paylaşımlar göstərirəm. Gələcəkdə də bu üzrə davam edərək paylaşımlar edəcəm. Aha, konsertlərə əl çatanlıq necə olur? Yəni sizin məsələn universitetdən təhsil aldığınız qurumdan tövsiyə edirlər yoxsa necə? Bəli, bir çox vaxt olur ki, məsələn, universitetdə bizə təklif eləyirlər ki, hardasa çıxış etmək lazımdır, hansısa konsertlərdə
və bizim bəstəkarlıq kafedrası ilə birlikdə olan həm bəstəkarların, həm də ifaçılıq fakültəsinin deməli birlikdə konsertləri oldu. Bir neçə dəfə hətta bu baş tutdu. Hətta biz İctimai TV-də də bunu yayımladıq bir dəfə. Yəni bir çox konsertlər baş tutdu. Aha. Siz hazırda vokal fəaliyyətlə daha çox məşğulsunuz. Nəyə görə bu musiqi janrı soruşmaq biraz qəribə olar. Hər halda sizdə buna yatkınlıq, səsinizin buna yatkınlığı daha çoxdur. Amma istənilən halda özünüzü rahat hiss edirsiniz vokal janrında. Belə deyim ki, bu janrı seçənə qədər mən bir çox janrı sınamışam. Lap uşaq vaxtından elə hardasa 10 yaşımda musiqi ilə məşğulam və bu janra gələnə kimi bir neçə janrı sınadım. Demək olar ki, hamısından çox ən xoşuma gələn bu oldu və özümü tapdığım yerdə bu oldu demək olar. Aha, yəni bu xoşuma gələn bu oldu deyəndə nəyi nəzərdə tutursunuz? Biraz daha açıqlayın bizim üçün. Bilmirəm, bir anlıq klassik musiqini sevdim. Ümumiyyətlə bütün janrlardan keçərək klassik musiqi sadəcə məni valeh elədi. Onun nə bilim çətinliyi olsun, onun belə mürəkkəbliyi olsun, o mənim xoşuma gəldi məsələn. Kimlərin bəstələrini adətən ifa etməyi üstün tutursunuz? Yerli və xarici? Yerli də olur, xarici də olur. Yerli deyə bilərəm ki, məsələn Tofiq Quliyevdir, Asəf Zeynallıdır. Bu kimi bəstəkarların əsərlərini ifa eləyirəm. Xarici də biz opera ifaçısı olduğumuza görə Puccini'dir, Verdi'dir. Bunların yaradıcılığına üstünlük veririk. Aha. Planlarınız nələrdir? Nələri hədəfləyirsiniz? Sadəcə yəqin ki, konsertlərdə çıxış etməyəcəksiniz. Bir fərqli layihə üzərində düşünürsünüz? Hal-hazırda fərqli layihə üzərində düşünmürəm ki, təhsil aldığım dönəmdir deyə. Amma belə magistr üçün xarici düşünürəm. Xaricə gedib orada davam elətdirmək istəyirəm. Təbii ki, Azərbaycanı orada təmsil etmək istəyirəm. Bəlkə hansısa opera səhnəsində səsinizi eşitdirmək istəyirsiniz, elə bir. Təbii ki, mənim ən böyük arzumdur ki, İtaliyanın Verona şəhərində böyük Arena di Verona amfiteatrında çıxış eləmək istəyirəm. O mənim ən böyük arzumdur. Əslində opera, klassik musiqi və sairədən mövzu düşəndə adətən bizim qonaqlarımız elə İtaliyanın birinci növbədə adını çəkirlər. Pedaqoji fəaliyyət haqqında nə düşünürsünüz? İndi bir gənc üçün pedaqoji fəaliyyət göstərmək birinci yerdədirmi, prioritetdirmi, aktualdırmı? Deməzdim birinci yerdədir. Bəzi gənclər üçün təbii ki, onlar pedaqoji fəaliyyətə üstünlük verirlər. Sadəcə mənim üçün daha çox solist kimi davam eləmək və təbii ki, irəli zamanlarda pedaqoji fəaliyyətə də üstünlük verərəm bəlkə, amma hələ ki solist kimi davam eləmək istəyirəm. Aha. Sizcə bir solistin hansı xüsusiyyətləri olmalıdır və siz bu xüsusiyyətlərdən hansıların özünüzdə olduğunu düşünürsünüz ki, məhz əminsiniz ki, çox yaxşı solist olacaqsınız? Çox sağ olun. Solistin məncə ən böyük xüsusiyyəti o olmalıdır ki, o çalışqan olmalıdır birinci növbədə. Kim nə deyir desin, nə qədər müəllim nə deyir desin. Təbii ki, müəllimin dedikləri çox önəmlidir, lakin əgər bir solist özü tək qalanda, özü ilə necə deyim, çalışmırsa, öz üzərində işləmirsə, o demək olar ki, bir çox şey qaçırdacaq. Çünki nə qədər müəllim kənardan bizə tövsiyələr versə də, biz öz üzərimizdə işləyib öz səsimizi tapırıq. Aha. Kifayət qədər iddialısınız və sonda bu iddianı doğruldan bir canlı ifa sizdən eşitmək istəyirik. Mümkündür. Ömrüm günüm bağlı sənə, şan şöhrətli Azərbaycan. Əzəl gündən anasan mənə, ey qüdrətli Azərbaycan. Əzəl gündən oğulam sənə, ey qüdrətli Azərbaycan. Təşəkkür edirik. Həqiqətən də çox gözəl səsiniz var və inanırıq ki, bir gün şöhrətiniz birinci Azərbaycana, sonra da İtaliyaya yayılacaq. Çox sağ olun, minnətdarım.
Dünyada işə götürənlərin düz 70%-i bir şəxsi işə götürməzdən əvvəl onun sosial media hesabını, sosial şəbəkələrini analiz edir, amma gənclər də oyaqdır. Nə etməli olduqlarını bilirlər. Düz 80% gənc hazırda dünyada hesab edir ki, onların şəxsi brendinqi və sosial mediada olan şəxsi brendinqi çox vacibdir. LinkedIn-də aktiv profilə sahib olan insanlar passiv profilə sahib olanlardan düz 5 dəfə daha çox iş təklifi ala bilirlər. Amma sosial mediada eyni zamanda LinkedIn-də də bu qədər çox olmaq yaxşı deyil. Çünki sən uğurlu insanları görüb stressə düşə bilərsən. Daha dəqiq, yəni statistika ilə desək, hər 3 gəncdən biri bu gün özünü sosial mediada başqaları ilə müqayisə edib stressə düşür. Belə başa düşdük ki, əgər şəxsi brendinqimizi özümüz də real həyatda həyata keçirə biliriksə, sosial media bu mövzuda o qədər də vacib deyil. Lap yaxşı, deməli bu da bir seçimdir. Belə dostlar, bir buraxılışımızın da sonuna çatdıq. Siz isə bizi sosial media hesablarımızdan izləməyi, rəy və təkliflərinizi yazmağı unutmayın. Hələlik!